Restoranlarda Ramazan ayına özel hazırlıqlar başlanılıb. İftar süfrəsi üçün menyular yenilənib. Ənənəvi menyular daha da zənginləşdirilib. Orucluq hələ başlamasa da artıq rezervasiya edənlər az deyil. Sferas xəbər verir ki, menyu qiymətlərində ötən illə müqayisədə 10% artım var. Restoran sahiblərinin sözlərinə görə iftar menyuları 30 manatdan 80-90 manata kimi dəyişir. İftar menyusundakı qiymət fərqi menyunun tərkibində olan çeşidlərə və keyfiyyətinə görə fərqlənir. Həmin növ menyuların tərkibində olan yeməklər çeşidinə görə dəyişir. 80 manatlıq menyu daha zəngindir. Bəzi restoranlarda isə Ramazan ayına özəl kampaniyalar var. Həmin restoranlarda isə 5 nəfərlik menyu 89 manat, 10 nəfərlik menyu isə 179 manatdır. Qeyd edək ki, Ramazan ayı 18 fevral axşamından başlayaraq ilk oruc günü 10 fevralın 19-na təsadüf edəcək.